Bir dənə də cavan var, Yəməndə yaşayır. Uzaqdan eşidib ki, Peyğəmbər var. Özünü tanıyıb, özü ilə məşğul olub, Peyğəmbəri tanıyıb, uzaqdan aşiq olub, Peyğəmbərə iman gətirib. Bircə gün anası müşrikdir. Anasına deyir ki, mən Peyğəmbəri çox istəyirəm, icazə ver gedim onu görüm. Deyir, get, yarım gün vaxt verirəm sənə. Gördün. Gəlir Mədinəyə, bəxtindən Peyğəmbər Mədinədə deyil. Təlaş içində gəzir, ömründə şans düşüb bir dəfə onu görürsün. Təlaş içində özünü ora bura vurur, o da közə vurur. Yoxdur Peyğəmbər. Vaxta baxır, bir saat yox idi vaxt. Bilir ki, vaxtda getməlidir. Gedir. Peyğəmbər qayıdır şəhərə, onun dayandığı divara söykənir, ağlayır. Gözünün yaşı axır. Deyir, Allahın ətri gəlir Yəməndən. Allahın iyi gəlir. Uveysdir, Uveys qərəni. Uveys qərənidir. Dəvə otarandır, dəvə otarır. Mərifətinə bax ki, Peyğəmbər əleyhissalama deyir ki, ya Əli, Əlican, mən day onu görməyəcəm. O da day məni görməyəcək, görüşməyəcək biz onu. Amma mən dünyamı dəyişəndən sonra sən Küfədə ondan görüşəcəksən. Səndən xahişim var, neçə iş gör mənim adımdan. Bir, mənim salamımı ona çatdırarsan. İki, mənim bu paltarımı ver o geyinsin. Əleyhissalama ver o geyinsin. Üç, ona denən ki, mənim ümmətim üçün dua eləsin, ümmətimin qiyaməti üçün. İnanın, danışıram, adam bir insana baxınara gelib çatır. Peyğəmbər deyir ki, məndən sonra onu görəndə, deyirəm, dua eləsin, ümmətimin günahkarları üçün, qiyaməti üçün.